Deməli, indi sizə kompüter ekləməyi öyrədəcəm. 2 dəfə Instagram göstərdim. İndi isə kompüter nətər eklənir onu göstərəcəm. Başlayaq. Məsəl üçün, deyək ki, Photoshop yüklədiniz, ancaq heç bilmirsiniz bu hardan yüklənib, necə yüklənib. Və gəlirsiniz, tıklayırsınız üstünə. Amma tıklayanda qabaqcadan arxa planda nə olur? Bu proqramı mən oluşdurdum. Arxa planında mənim öz IP adresim var, bir port vermişəm və siz buna tıklayanda mənim portuma yönləndirirsiniz. Mən bura run deyirəm və bu proqramı dinləməyə başlayıram. Bu da mənim IP adresim və ona verdiyim port nömrəsini görürsünüz. Siz buna gəlib basanda burada gördüyünüz kimi mənə bildirim gəlir ki, proqram aktiv olundu. İndi burada sizə maraqlı olacaq şeylərdən birincisini göstərim. Hətta sizə belə bir şey göstərim. Yapışdırım, enter edeyim. Webcam'dan bir dənə şəşı göstərdi və mənim kameramdan şəşimi çəkdi. Crack'də proqram istifadə etməsəz zayıf.